Sənə belə bir övlad verib, ona başqa cür övlad verib. Sənə belə bir övlad verib ki, görürsün ki, belə bir övladla necə rəftar edəcəksən. Sənə belə bir həyat yoldaşı verib, ona başqa cür. Sənə bu həyat yoldaşını verib ki, görsün, sən bununla necə rəftar edəcəksən, o digəri ilə necə rəftar edəcək. Ancaq imtahan olunmağa gəlmişik. Hər şeyə bu şəkildə baxmalısın. Dost, ətraf, övlad, həyat yoldaşı, ata, ana, hamısı imtahan vasitələridir. Bunlarla necə rəftar edəcəyik? Birinə filan qədər sərvət, birinə filan qədər, birinə verir, birindən alır. Sizə ki, ruzi gəlir ha, göylərdə bizləyirlər, göylərdə uzun söz var, gətirirlər, bax, üz cizgilər var. Görək, neyinir? Elə ki, sən gözün bərəldi, ürəyin sevindi, qiyamətdə o səndən göstərəcək, dizi iki kişisən, görünə ki, düşdün, 5 manat səni bu vala saldı. Üzünün ifadəsinə bax. Onu verəndə əsas fokuslanırlar, sənin reaksiyalar var, içindəki hallar var və sənə qiymət onunla verir.